Soyuq müharibə dövründə Şərqi və Qərbi Berlin arasında sərhəd rolunu oynayan Brandenburq qapısı Rusiyanın Ukraynaya geniş miqyaslı müdaxiləsinin 3-cü il dönümündə mavi və sarı rənglərlə işıqlandırılıb. Almaniyada mərkəz sağçı xristian demokratların qalib gəldiyi seçkilər Moskva tərəfindən yeni təhlükə fonunda keçirilib. Ümid edirəm ki, yeni hökumət Ukraynaya silah tədarükünü davam etdirəcək və Rusiya eləcə də hazırda Trampa qarşı kontrbalans yaratmaq üçün Avropa dövlətləri ilə işləyəcək. ABŞ prezidenti Donald Trump bu yaxınlarda müharibənin başlamasında Kiyevi günahlandıraraq ABŞ-ın Ukrayna ilə bağlı siyasətində ciddi dəyişiklik edib. Vaşinqton Avropanın təhlükəsizliyinin artıq prioritet olmadığını bildirir. Bazar günü Almaniyada keçirilən seçkilərdə qazandığı qələbədən sonra xristian demokratların lideri Friedrich Merz onun sözləri ilə Trump administrasiyasının Avropanın taleyinə bir o qədər əhəmiyyət vermədiyini bildirib. Aydındır ki, Avropalılar indi çox tez hərəkət etməli və müdafiə qabiliyyətimizi çox tez təşkil etməlidirlər. Təhlilçi Matthew Nellis bildirir ki, Merz transatlantik əlaqələrin güclü tərəfdarıdır və onun açıqlamaları Almaniya və Avropa üçün seismik dəyişikliklərdən xəbər verir. Biz Almaniya olaraq Pax Amerikanın Avropanın təhlükəsizliyini təmin etməsinin sonunun qarşısında şokdayıq və buna tamamilə hazır deyilik. Biz indi ABŞ-ın təhlükəsizliyinin əsas təminatçısı olmasından daha çox Avropaya əsaslanan yanaşmaya keçid təşkil etmək üçün çətin vəziyyətdəyik. Təkcə Ukrayna deyil, həm də öz müdafiəmizi təşkil etmək üçün. Merz bu məsələdə liderlik etməyə hazır olduğunu deyib. Görək, irəliyə doğru addım ata biləcəyi kimi. Avropa öz müdafiə xərclərini ödəyə bilərmi? Təhlilçi Liana Fix deyir ki, Merz maliyyə məsələsində mövqeyini dəyişməli olacaq. O, Avropa səviyyəsində mühafizəkarların həmişə nifrət etdiyi birgə borc almağa razı ola bilər. Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulmasına razı ola bilər. Bu, indiyə qədər edilməyib, amma tezliklə edilə bilər. O, Britaniya və Fransanın nüvə təhlükəsizliyi çətrini mümkün bir yol olaraq Almaniyaya uzada bilməsindən danışıb. Xristian demokratlar çoxluq əldə etməyib. Merz səsvermədə 20,8%-la ikinci olan ifrat sağçı Almaniya üçün alternativ və ya AFD partiyası ilə koalisiya qurmağı istisna edib. Mərkəzçi partiyaların AFD ilə bağlı yanaşması Vaşinqton tərəfindən sərt şəkildə tənqid edilib. Bunun əvəzində Merzin vəzifədən gedən kansler Olaf Scholz'un Sosial Demokratlar Partiyası ilə koalisiya danışıqlarına başlayacağı gözlənilir. Biz bu blokadanı qeyri-demokratik hesab edirik. Milyonlarla seçicini belə istisna etmək olmaz. Müdafiə xərcləri ilə yanaşı miqrasiyanın azaldılması və Almaniyanın iqtisadiyyatının stimullaşdırılması müzakirələrin diqqət mərkəzində olacaq.